Neçə ildir ki, sürücü kimi fəaliyyət göstərirsiniz? 23 ildir yol arxasındayım, sürücü işləyirəm. 2015-ci ildə Bakıbas açılan günündən sürücü fəaliyyət göstərirəm. Sürücü peşəsinin çətin tərəfləri hansılardır? Sürücü o deməkdir ki, birinci təhlükəsizliyi qorumalısan, bu maşını idarə etmək çox azad bir şey deyil. Çətindir, amma öhdəsindən gəlmək lazımdır. Ancaq və ancaq təmkin və səbirlə. Peşəkar sürücü olmaq üçün hansı səriştələrə sahib olmalısınız? Elə bir sürücü olasan ki, vətəndaşlarla xoş münasibət yaradasan, xoş danışasan. Vətəndaşlarla xoş münasibət yaradanda düşəndə çox sağ ol deyirlər, minəndə sağ ol deyirlər. Yəni biz xoş rəftar eləyəndən sonra heç bir vətəndaş bizdən narazı qalar. Biz Bakıbas sürücüləri beləyik. Bizim fəaliyyətimiz ondan ibarətdir ki, bizə nə lazımdır? Sürücüyü, Asinoka çatdın, adam mindirirsən, sən işinləri düşürürsən, əlil arabasında olan istər xanım, istər bəyin dərhal avtobusa köməkli vasitəsilə mindiririk. Vətəndaşlar düşəndə çoxlu, çox sağ ol, razı qalsın deyə vətəndaşları belə yola salmaq lazım. Çünki biz onlara xidmət edirik və bizi görəndə deyirlər, Bakıbas gəldi. İşlədiyiniz müddətdə başınıza gələn ən maraqlı hadisə? Axırıncı sona qədər maşını saxladım, sərnişinlər düşdü və biz sürücülər hər axırıncı sonralarda maşınlar baxış keçiririk. Sinə və digər çöllər ola bilər, hər hansı hadisə ola bilər, nəsə də ola bilər. Elə bu an maşının avtobusun içində qadın çantası aşkarladı. Açdım çantanın içinə baxdım ki, küllü miqdarda pul vardı çantanın içində. Dərhal monitorinq mərkəzinə məlumat verdim. Mənə bildirdilər ki, həmin çanta ilə hərəkət elə qaraja. Mən də yaxınlaşdım qaraja. Qaraja məlumat verəndən sonra çantanı adəti orqanlara verdi. Orada çantanın yiyəsi gəldi, təhvil verildi. Mənə minnətdarlığını bildirdi, çox sağ ol bildirdi. Əlbəttə ki, fəxr ilə Bakıbasda işləməyimlə. Bakıbas olaraq sürücülərimizə təşəkkür edirik.